Bunu görmürlər dövlət Sizin dediyiniz o orqanları. məsələ deməli sahibkarlarla bağlı. Mən də bir əlavəni deyim. Mənim də onlarla görüşüm olur. Rayona gedərkən də görüşürəm və deyirəm bir fərq hiss eləyirsiniz bu sistemdə, vergi sistemində. Məsələn deyirlər ki, əvvəllər mən indi hansı illərdəyim bilmirəm. Ümumiyyətlə əvvəllər gəlib bizdən Yəqin çarın dövründə. Negativ hallar daha çox idi və gəlib bizdən rüşvət, korrupsiya məsələləri daha çox idi. İndi isə onların mövqeyini deyir. Qardaş, vergimi ödədim də canım rahat get ki, məndən iş yoxdur. O hansı Azərbaycandır, biz də orada yaşamaq istəyirik. Vergimi ödədimsə daha məndən heç kim Siz iş yoxdur. çox güman ki, daha çox aqrar sektorda çalışanlarla görüşürsünüz. Orada vergi tamam fərqlidir. Orada mən də vergi ödəmək istəyərdim. Hətta deyirlər ki, valla bizim öz canımızda da az deyil. Bəzilər dostlardan deyir. Nə mənada? Öyrəşmişdik deyə. İndi gəlib biz nə düz deyəndə ki, filan qədər vergini ödə. Biz elə bir ki, sanki danışmağa maraqlıyıq ki, bu məsələlər hətta belə deyənlər də var. Ona görə də vergi sistemində çox ciddi işlər gördük. Mən demirəm ki, hər şey idealdır. İdeal heç nə yoxdur. Amma hər halda insafən, indi siz müxalifət olmaq o demək deyil ki, hər şeyi qara görəsiniz, hər şey əksin deyəsiniz. Müxalifətçilik odur ki, müsbəti müsbət görün, mənfini mənfi görün.